hər zəlini alıb bədənə qoydurmaq olmaz. Zəlini çöldən yığırlar, gətirib satışa buraxırlar. İnsanı sancsa, insan ölə bilər. Hansı növ zəlidən istifadə etməliyik biz? Böyük zəldə çox qan yeyir, qanaxma çox müddət davam edə bilər. Hamıya qandırıldıcı təyin etmək olmur. Trombları qoparta bilər. Azərbaycana gələn dərmanlar əksəriyyəti ikinci dərəcəli ölkəyə gəldiyi üçün keyfiyyəti də zəifdir. Hər adama 20 dənzəni birdən-birə heç bir təyin etmək olmaz. Xəstə anafilaksik şok keçirdir. Düzgün qoymular, damarı üzərinə qoyurlar. Zəli damarı dişdir, bu da qanaxma verə bilər. Birbaşa baş nahəsinə qoyulur, üz nahəsinə qoyulur zəlləri. Qəti olmaz birinci seansdan qana zəlilərdə çapı izi qalma ehtimalı çox olur. Asma xəstələrim olub, biz ona zəli ilə müalicə etmişik, çox gözəl nəticə əldə etmişik. Mən bilsəydim bu vaxta qədər bu prosedurları edərdim. Xoş gördük hər birinizi dəyərli dostlar, dəyərli izləyicilər. Bugün alternativ tipdə istifadə olunan müalicə üsullarından biri olan zəli ilə müalicədən danışacağıq. Zəli terapiyası nə deməkdir və ümumiyyətlə zəli terapiyası hansı xəstəliklərin müalicəsində tövsiyə olunur? Studiyamızın qonağı həkim fitoterapevt, gecəma və hirudaterapiya üzrə uzman, elmi işçi Südabə xanım Yerliyevadır. Xoş gördük. Xoş gördünüz olsun. Hər kəsə salamlayıram. Təşəkkür edirəm Xeyirli xanım sizə verilişə dəvət etdiyiniz üçün. Bu gün nə suallarınız varsa hirudaterapiya üzrə verə bilərsiniz. Südabə xanım, bilim qədərilə siz Azərbaycanda yeganə hirudoterapevtsiniz ki, məhz elmi araşdırmalar edirsiniz və ümumiyyətlə elədiyiniz elmi araşdırmaqla bağlı istərdim ki, izləyicilərimizə məlumat verək. Hansı elmi araşdırmalar edirsiniz və elmi məqaləniz bildiyim qədərilə dərc olunub. Bu barədə izləyicilərimizə məlumat verərdik. Bizim elmi məqaləmiz təzəlik ilə çıxıb 2020-ci ildən və 2025-ci ilə qədər bu elmi məqalə üzərində işləmişik. Deməli, mən özüm Türkiyənin Firat Universiteti ilə birlikdə əməkdaşlıq edirəm. Oradakı professor Naim Sağlam bəy və professorun assistenti Şəbnəm Fərzali, onlarla birlikdə biz elmi məqalə yazmışıq. Deməli, mən xroniki xəstəliklərdə hirudoterapiyanın müalicəvi təsirləri barədə məlumatlar yığmışdım öz praktikamda. Həmçində professor və professor assistenti, onlarda parazitoloji xüsusiyyətləri və gözəl bir məqaləmiz çıxıb təzəlikcə. Ümumiyyətlə Südabə xanım, bilmək istədim ki, bu sahədə son illər aparılan yeniliklər nələrdir və ümumiyyətlə qədimdən bəri istifadə olunan üsullarla müasir dövrdə tətbiq olunan üsullar arasındakı fərqlər nələrdir? Ümumiyyətlə hirudoterapiya nədir? İndi çox xalq arasında zəli terapiya kimi təyin edilirlər. Deməli, hirudoterapiya Yunan dilindən hiruda zəli, terapiya müalicə deməkdir və qədim tarixi var. Yəni qədim Çində, qədim Misirdə də istifadə olunub. Arxeoloji qazıntılarda tapılan gil lövhələrdə əks olunmuş şəkillərdən, həm də tarixi mənbələrə görə Misir kraliçası Kleopatra da özünün zəli terapiyasının müalicəsini tapmışdı. Belə Azərbaycanda da qədim tarixi var, digər bölgələrdəki kimi. Bildiyimizə görə 18-ci əsrlərdə Rusiyada daha çox istifadə olunurdu hirudoterapiya, amma ki indi Azərbaycanda həmin hal yaşayır. Yəni biri var həkim təyinatına, biri var sıravi insanlar özləri öz başına zəli terapiyası təyin edilir. Bu da qan axmalar və ölüm nəticələri gətirib çıxardır və qadağan qoyulmuşdu 18-ci əsrlərdə. 19-cu əsrlərdə təzədən dərman müalicəsinə üz tuturlar və dərmanla müalicə edirlər. Dərmanların fəsadları çox olduğu üçün təkrar hirudoterapiyaya qayıdırlar. 20-ci əsrdə 1960-cı illərdə ilk dəfə hirudoterapiya təşkilatı və konferansiyası keçirilir. Azərbaycanda da hirudoterapiya digər bölgələrdəki kimi qədim tarixi var. Məsələn, Əmir Teymur öz ordusu ilə Azərbaycan torpaqlarına gələndə Sünni göl yaradı və orada zəli yetişdirir və həmin zəlilərlə yaralı əsgərlər müalicə edilir. Hal-hazırda həmin göldə Azərbaycanın Cəlilabad rayonunda yerləşir. Yenə də orada zəlilər tapmaq olur, müalicəvi zəlilər. İstədim ki, tamaşaçılara zəllərin növləri haqqında da məlumat verək. Bildiyim qədərilə zəllərin bəziləri yabani olur, bəziləri də həqiqətən müalicə məqsədi ilə istifadə olunur. Bu zəlləri necə əldə etmək olar? Ümumiyyətlə, zəllilər 3 qrupa bölünür. Müalicəvi zəllər, var parazit zəllər və zəhərli zəllər. Yəni Azərbaycanda yeganə növ müalicəvi zəli hiruda orientalis, yəni çərk zəlisidir. Ona həm də zeytun zəlisi deyirlər rənginə görə. Çünki belə yaxından baxanda yaşla bənzər rəngi var. Parazit zəllər onlar çöldə yaşayan zəllərdir. Çox vaxtında onlar məsələn yapışarkən pasientə amma qan soruma ya ferment buraxmır. Müalicəvi zəllər məsəl üçün qan sovurur, müalicəvi ferment baxır. Bir də zəhərli zəlli var, at zəlisi. O da Xınalıq kəndində tapmaq olar orada, Azərbaycanda. O zəhərli zəllidir. İlandan da çox zəhəri vardı onun.
Yəni insanı sancsa, insan ölə bilər. Yəni hər zəlini alıb bədənə qoydurmaq olmaz. Yox. Başa düşürəm. Sıravi insanlar arasında deyirlər hardan ala zəlləri, yəni gedirlər aptekdən tapırlar. Yəni elə insanlar var ki, zəlini çöldən yığırlar, gətirib satışa buraxırlar. Əslində o düzgün deyil. Zəllər Azərbaycanda 11 dənə ferma var, bəlkə də indi hal-hazırda bəlkə də çoxalıb sayı. Fermada macivi növ zəllər yetişdirilir, Herodarintalis növün. Niyə görə fermada yetişdirilən zəlli çöldəki yığılan zəllərdən daha üstündür? Çünki bunlar steril şəraitdə yetişdirilir. Ondan savayı hasarlanır və ora məsəl üçün xəstə heyvanlar daxil ola bilmirlər. Və biz bildiyimizə görə zəllər qan qidalanırlar. Nə təkcə qanla yox, həmçində yosunlar, amma qan xəstə heyvanın qanı soğursa, onun mədəsində aylarla o qala bilər və infeksiya sala bilər. Belə. Yəni həmin infeksiya zəlidə qalsa, məsələn hansısa bir insana o zəli qoyulsa, həmin infeksiya insana keçəcək. Bəli, məsələn elmi araşdırmalara görə elə xəstəliklər var ki, mikrobdan asılıdır. Elə xəstəliklər var ki, heç ümumiyyətlə araşdırılmır. Gepatitlərdə, ya da VIC infeksiyalarda, spitlərdə məsələn biz bilmirik ki, bu zəlin mədəsində sterilizasiya olunacaq yoxsa yox. Amma elə infeksiyalar var ki, stafilokokus, streptokok belə mənşəli mikroblar 10 günə, 1 ay ərzində təmizlənir. Yəni həmin zəli başqa adama qoyulsa, 1 aydan sonra infeksiya salmayacaq. Amma ehtiyatlığımızı görməliyik, çünki bayaq vurğuladım ki, gepatit B-dir. Bunlar daha ağır xəstəliklər sayılır, gepatit C özü də olsun. Ona baxar biz bir dəfə istifadə etməliyik zəlləri. Təkrar istifadə etmək düzgün deyil. Bəs Fidəbə xanım, zəllərin növləri haqqında istərdim ki, izləyicilərimizə məlumat verək. Hansı növ zəllidən istifadə etməliyik biz? Zəllərdən istifadə edəndə baxırıq. Məsəl üçün var bala zəllilər, orta ölçülü zəllilər və böyük zəllilər. Yəni bala zəllilər təkcə kokondan çıxan zəllilərdir. Xırda kosmetik, onlar ümumiyyətlə kosmetik məqsədə istifadə edilir. Niyə üçün? Çünki dişlədiyi yer balaca olur, həmçində az qan yer və çox ferment buraxır. Yəni üz gözəlləşdirməsi üçün estetik baxımdan təbii botoks effekt verir. Yəni biz alarkən onu aptekdən soruşmalıyıq ki, yəni bu hansı zəllidir, kiçikdirmi, böyükdürmü? Yəni mütəxəssislər tanıyırlar. Ölçüsünə görə də baxan kimi bilinir ki, hansı baladır, hansı ortadır, hansısa böyükdür. Orta zəllilərin məsəl çəkisi 600-800 1 qrama qədər dəyişilir və orada fərqi nədir? Nə qədər qan yeyirsə, o qədər də ferment buraxır. Amma böyük zəllilərdə əslində müalicədə istifadə etmək düzgün deyil. Yəni böyük zəllidə çox qan yeyir, amma ki az ferment buraxır və dişlədiyi böyük ölçüdə yara saxladığı üçün qanaxma çox müddət davam edə bilər. Bu da qan itkisinə gətirib çata bilər. Və böyük zəllilər biz çoxaltma məqsədində istifadə edirik fermalarda. Müalicə növ zəllilər biz bildiyimizə görə statistikada hesablanır 3 növü var. Periodontitis, məsəl üçün Rusiyada istifadə olunur. Herodarintalis Azərbaycanda istifadə olunur. Yeganə növ zəli sayılır Azərbaycanda. Amma ən gözəl növ sayılır müalicə üçün. Zəli ilə bəs hansı xəstəliklər müalicə olunur? Zəli ilə çox xəstəliklər müalicə olunur. Məsəl üçün biz elmi məqaləmizdə 11 növ xəstəlik barədə araşdırmalar apardıq. Məsəl üçün varikoz genişləmələrdə, ondan savayı qalxanvari vəzi xəstəliklərində, düyünlü zob olsun, ya Hashimoto xəstəliyi olsun, osteoxondrozlarda, boyun yırtığında, protruziyalarda, oynaq xəstəliklərində, hətta əsəb xəstəliklərində də zəllərin öz təsiri var. Çünki zəllin tüvəcəyində sedativ təsirə malik olan ferment var. Yəni sakitləşdirici ferment var. Bəzi mənbələrdə deyilir ki, qanı durulaşdıran dərmanlarla zəllin effekti eynidir. Ümumiyyətlə dərmanla zəli arasındakı istədiyim fərqi izləyicilərimizə izah eləyərdik. Ümumiyyətlə zəllin tüvəcəyində çoxlu sayda ferment var. Müalicəvi fermentlərin 105-i araşdırılmışdı. İndi təzəlikcə araşdırılır ki, 700-ə yaxın ferment var. Və burada tək qan duruducu yox, həmçində trombları əridən, trombositlər bir-birinə yapışqalan aradan qaldıran və s. kimi fermentlər var. Fərqi nədir? Dərman elədir ki, məsələn, təkcə qan duruldur. Amma bir mənfi təsir odur ki, nəinki mədəni ağrısını verə bilər, yəni qanaxmalar verə bilər, mədə qanaxmalar verə bilər, mədə ağrılar yarada bilər. Ondan savayı trombları qoparta bilər. Yəni bu biraz təhlükədir. Və hamıya qan durulducu təyin eləmək olmur bəzi xəstəliklərə görə. Uridaterapiya həm qan durulducu, tromb əridici və trombu qopartmadan müalicəsi, yəni belə unikal müalicəsi var. Hətta əks təsirləri vermir digər orqanlar, məsələn qaraciyər, böyrək, mədə, heç bir orqan zədələnmir.
Əksinə biz zəli müalicəsini təkcə qandırıldıcı təsirdən savayı digər müalicələr də edirik, alırıq. Məsələn, xəstə qidoterapiyadan sonra cavanlaşır, bədən yenilənir. Hətta xəstələr var ki, immuniteti qalxır. 6 aydan bir təyin edirik biz qidoterapiya. 6 ay ərzində heç bir infeksiya yoluxmur. Yəni əlbəttə ki, təbii müalicə daha yaxşıdır. Bir də bəzi alimlərimiz istəyiblər ki, hirodoterapiya, yəni zəlinin türcəyində olan hirodin fermentinin eynisini, yəni kopyasını hazırlasınlar, alınmayıb. Dərman kimi satmaq istəyiblər də. Bəli, alınmayıb. Nəyə görə? Əlbəttə ki, bu birinci siçovullar üzərində sınaq aparanda, yəni bu siçovullar ölüblər. Yəni bunu kopyalaşdırmaq olmur. Necə balı təbiisini hazırlamaq olmadığı kimi zəlinin türcəyindəki olan fermentləri də hazırlamaq olmur. Zəli müalicəsi konkret bəs hansı xəstələrə tövsiyə olunur? Bütün xəstəliklərdə zəli terapiyası çox gözəl təsir edir. Məsəl üçün, ürək-damar xəstəliklərində biz müalicə edəndə zəli terapiyasının gözəl nəticə əldə edirik. Varikoz genişlənmələrdə məsələn biz kurs müalicələri bir seansla yox, orada kurs müalicə getməlidir mütləq və kurs müalicəni xəstəni əməliyyata göndərməyə ehtiyacı qalmır. Yəni neçə dənə xəstəni biz əməliyyatdan qorumuşuq. Yəni ehtiyac olmuyor əməliyyata getməyə. Yəni çox sayda xəstəliklər var ki, qidoterapiya orada çox gözəl nəticə verir. Bəs zəli hansı xəstələrə olmaz? Əsas biz əlbəttə ki, qidoterapiyanı, yəni zəli müalicəsini təyin edəndə xəstənin qan dəyərlərini yoxlayırıq. Qan dəyərləri imkan verir. Məsələn, hemoqlobin normadadırsa, laxtalanması əsasda, laxtalanması normadadırsa, biz ondan sonra xəstəyə qidoterapiya təyin edirik. Hemofiliya xəstəsinə qəti olmaz. Çünki qan axma verə bilər xəstədə. Anemiya olan xəstələrə yenə də olmaz. Qanın qaldırandan sonra, yəni hemoqlobin müalicə edirik. Ondan sonra zəli terapiyası ilə təyin etmək olar. Bir də infeksion xəstəliklər, məsələn, tuberkuloz xəstələrinə və kəskin infeksiya zamanında, infeksiya qalxan vaxtında qidoterapiya təyin edilmir. Bir də kaheksiya, yəni çox arıq olan insanlarda zəli terapiyası təyin edilmir. Bəs zəlidən sonra hansısa bir çapıq izimi, yara izimi qalırmı və ümumiyyətlə zəlinin qoyduğu izlər hansı müddətdə sağalır? Çapıq izi bayaq vurğuladım, ölçülərə görə zəllər, ana zəllərdə çapıq izi qalma ehtimalı çox olur. Çünki onlar işlədiyi yer biraz gec sağalır və yer böyük qaldığı üçün ona çapıq izi qalır. Bəzilər bilmirlər onu ana zəllər qoyulur ki, nəyə görə çox qan yeyir deyə, əslində düzgün deyil. Amma bala zəllərin işlədiyi yer balaca olur, orta zəllərdə də iz qalmır. Biraz bir müddət qaşına bilər, qıcıqlana bilər, xəstə yəni qaşınmasa, mikrob salmasa, yəni orada ləkə də qalan deyil. Biz qulluq, düzdür, mən həmişə pasientlərimə zəli terapiyasından sonra qulluq da təyin edirəm. Deyirəm ki, zəlidən sonra nə barədə qaşınmaq olmaz dırnaqla, yəni zəlidən sonra alma sirkəsi ilə yaraları çəkirsiniz ki, tez yara sağalsın deyə və s. kimi də məsləhətlər verir. Onda nə iz qalır, nə çapıq qalır. Zəli müalicəsindən sonra infeksiya keçə bilərmi? Bu sualı tez-tez mənə verirlər. Hətta konfransda olanda təzəliyicə 2 dənə konfransda olmuşam Türkiyədə, biri İstanbulda, bir də Bursada. Yəni eyni sual mənə verilir ki, zəlidən infeksiya keçə bilər. Yəni zəlidən infeksiya keçmir. Əgər bu zəli, bayaq vurğuladım ki, fermadan yığılan zəlidirsə, steril şəraitdə böyüdülən zəlidirsə, bir də zəli terapiyadan sonra, ümumiyyətlə zəli terapiyası sıravi insanlar xalq arasında, yəni indi çoxalıblar, hamı uzmanı, hamı mütəxəssislik deyirlər, hirodoterapiya üzrə ya hicamoterapiya üzrə, amma bunu həkim ya tibbi savadı olan adam təyin etməlidir və qoyulmalıdır. Niyə görə hər şeyə fikir verməlidir, həm sterilizasiyaya, həm xəstəyə verilən tapşırıqlar və s. Məsəl üçün, zəli biz qoyandan sonra pasient özünə infeksiya sala bilər. Yaraya mikrob sala bilər, qaşıya bilər və məsəl üçün, yara açıq qala bilər, oradan havadan mikrob düşə bilər. Amma zəlidən insana infeksiya düşmür. Bəs Sütəbə xanım, zəli ilə müalicə ümumiyyətlə neçə seans aparılmalıdır və hansı müddətdən sonra artıq insanlarda effekt verir? Biz müalicə üçün və ya profilaktikacı istifadə edən qidoterapiya zəliləri yəni seanslara bölməliyik. Yəni bəzi adamlar istəyirlər ki, bir seansa müalicə alsa, amma bir seansa müalicə olmur. Ən azı 4 seans və ya 8 seansa qədər uzada bilərik. Lazım gəlsə 2 kursa da bölə bilərik. O artıq həkim özü təyin edir. Yəni biz həkimlər. Birinci seans arasında, ikinci seans arasında ən azı 7-10 gün fasilə verilməlidir. Bəzi pasientlər deyir ki, ayda bir dəfə gəlim, deyim ki, o seans uzadılır, təzədən başlanmış kimi olur.
Məsəl üçün varikoz genişlənmələrdə biz 8 seansa qədər müalicəni uzada bilərik bir kursda. Və hər kurs arasında da 7-10 gün fasilə veririk. O da nədən asılıdır? Xəstənin qan dəyərindən, çəkisindən, ondan sonra zəldən sonra qanaxma zamanı olur. Yəni baxır qanaxma çox oldu, az oldu və s. kimi nüanslara fikir verərək müalicəni təyin edirik. Bəs zəli ilə müalicənin hansısa bir əks təsirləri varmı? Ümumiyyətlə zəli terapiyada digər müalicələrdəki kimi yan təsirləri var əlbəttə ki. Yəni yan təsir nə bağlıdır? Reaksiyalar, allergik reaksiyalar ola bilər, qanaxmalar ola bilər. Yəni burada da əlbəttə ki, ona görə deyirəm ki, burada həkim təyin etməlidir pasiyentə müalicə. Çünki xəstəyə biz zəli təyin edəndə birinci növbədə qan dəyərlərini laxtalanmanı yoxlamaq lazımdır ki, sabah təkcə laxtalanma yox, həmişə protrombin indeksdə, trombositlərin sayı, hər şeyi yoxlamaq lazımdır. Bir nüansı buraxanda orada qan itkisi çox olur. Məsələn, normada 2 saatda 24 saata qədər qan gəlir zəli terapiyası sonra. Amma elə insan var ki, 2 sutkaya qədər qan. Bu artıq qanaxmadır. Və ya düzgün qoymurlar, damarı üzərinə qoyurlar. Yəni zəli damarı dişdir, bu da qanaxma verə bilər. Yəni xəstə problemlə üzləşə bilər. Və məsəl üçün xəstəyə birbaşa baş nahəsinə qoyulur, üz nahəsinə qoyulur zəlləri. Qəti olmaz birinci seansdan baş nahəsinə qoymaq, çünki bu anafilaktik şoka gətirib çıxarda bilər. Yəni zəlini ilk öncə biz təmizləməli bədənimizdə toksinlərdən də ilk öncə biz hicama edirik, ondan sonra zəliləri, qaraciyər, büzdün və digər nahələri təyin edirik. Ondan sonra ön, yəni baş nahəyə və digər yerlərə zəli təyin edirik. Hicamadan danışdıq. Bilim qədərlə siz hicamada edirsiniz. Ümumiyyətlə hicama proseduru ilə zəli proseduru arasındakı fərqlər nələrdir? Bəli, Xəyalə xanım, həm hicama, həm girudoterapiya üzrə uzmanam, həm fizioterapiya ilə müalicə edirəm biz pasiyentlərimi. Hicama terapiya da çox gözəl müalicədir, sünnə müalicəsidir. Sallallahu əleyhi və səlləm Muhammed peyğəmbərimiz də bu müalicədən üz tutub və bütün insanlara buyurub ki, hamı hicama eləsin. Yəni hicama ilə hirudoterapiya arasında fərq nədir? Birincisi, ikisi də kapillərdəki qanı götürür. Həm hicamada, həm hirudoterapiyada. Sadəcə hicama həmin nahiyyə, hara hicama qoymuş olsa, həmin nahiyyə təsir göstərir və çirkli qanı təmizdir. Yəni xəstə qanı belə deyək. Çünki çirkli qan deyək ki, əhaliyə bilirlər ki, çirklənmiş qan bilirsiniz nəyə deyirlər? İnsan bədəni xəstədirsə, onun şəkəri qalxırsa, triqliseridləri yüksəksə, bu çirkli qandır. Yəni bu loro dildə biz belə deyirik. Amma əslində xəstə qan təmizləyir. Amma hirudoterapiya tək qoyduğumuz yerə yox, bütün qanla dolanaraq bütün bədənə təsir göstərir. Yəni bir də zəlinin türcəyin çoxlu sayda müalicəvi fermentlər var. Yəni biz bir dərmanla, bayaq siz sual vermişdiniz, dərmanı içirik. Bir dərman sadəcə qandırıldıcı təsir göstərir. Zəlin təkcə qandırıldıcı təsir göstərir. Həm antimikrob, həm hibiki sakitləşdirici, həm iltihab əleyhinə, hətta allergiyəni müalicə edir girudoterapiya. Yəni çox adam elə bilir ki, mənim allergiyim var, mənə zəli olmaz. Yox, zəliyə qarşı allergiya ola bilər. Amma zəli özü allergik xəstələrə çox yaxşı təsir edir. Hətta mənim allergiya, yəni bronkial asma və asma xəstələrim olub. Biz ona zəli ilə müalicə etmişik, çox gözəl nəticə əldə etmişik. Bəs zəli müalicəsini hansı yaş aralığında olan insanlar elətdirə bilər? Deməli, zəli terapiyası, yəni uşaqlara biz 3 yaşdan sonra təyin edirik. Amma çox vaxtında orta yaşda və yaşlı insanlara da olar. Zəli terapiyası 70-80 yaşındakı insanlara təyin etmək olar. Amma uşaqlarda biraz ehtiyat edirik. Yəni lazımdırsa, yəni travmada 1 zəli, 2 zəli. Amma orta yaşda artıq zəlilərin sayını artırırıq. Yəni 10 zəli də ola bilər. Elə xəstə var ki, 20 zəli də təyin edirik. Bir seansda 20-dən zəli qoyursunuz. O artıq zəliyə öyrəşən orqanizmdir. İllər boyu zəlini özü müalicə edir. Yəni heç bir müalicələrdən istifadə etmir. Ancaq girudoterapiya öyrəşən bədən artıq ona olar. Amma hər adama 20-dən zəli birdən-birə heç vaxt təyin etmək olmaz. Bəzən olur ki, insanlar ev şəraitində necə ki hicam eləyirlər, elə zəlini də gedib aptekdən alıb bədənin istənilən nahiyəsinə qoya bilirlər və siz dediyiniz kimi fəsadlar ortaya çıxa bilər. Maraqlıdır, hansı fəsadlar yaranır və ev şəraitində bunu etdirməyin zərərləri nələrdir? Əgər evdə xüsusi kabinet varsa, həm hicami, həm girudoterapiya aid biri var, öz otağında eləyirsən, ümumi istifadə. Biri var ki, sırf kabinet olmalıdır. O kabinet də sterilizasiya uyğun olmalıdır. Yəni sırf hicami otağına və hirudoterapiyaya aid otaq olmalıdır və ev şəraitində qoyulanda yenə də həkim təyinatı, həkim nəzarəti altında qoyulmalı. Məsəl üçün biz dərman təyin edəndə biz həkimlər
Tibb bacıları da bu iynəni ya sistemi onlar vururlar. Burada da elədir. Hirudaterapiyanı həkim təyin etməlidir, ya özü həkim o müalicədən istifadə, yəni özü müalicə etməlidir pasiyenti və ya tibb bacısı həkim yazdığı kimi etməlidir. Öz başına orada müalicə getməlidir. Yəni bu nə fəsadlara gətirib çata bilər? Yəni biz gəlin deyirəm, sterilizasiyaya baxaraq düzgün sterilizasiya etmədi. Məsələn, pambıq steril olmaz, infeksiya sala bilər. Ya otaqda sterilizasiya uyğun olmaz, o da infeksiya düşə bilər. Çünki açıq yaralardır axı. Və ondan savayı təzəlikcə mənim bir dənə tələbəm öz pasiyentinə müalicə aparır. O da evinə dəvət edir ki, evimdə gəlib qoy zəliləri və tələbəm də yaxşı ki, tibb təhsilli olub, tibb bacısı olub və mənim kurslarımı bitirmişdi və bu həmin xəstə anafilaksik şok keçirdir. Yəni zəlidən. Evdə. Hə, çünki niyə görə xəstə birincisi həm çox dolu xanım olur, birbaşa zəli müalicəsi istəyir ki, mən həmişə zəli qoydurmuşam, mənə heç nə olmayıb. İki, məsələn, o da bizi nə tədbirimiz, ki, bu bizi sakitləşdirməlidir ki, mən keçən il qoymuşam, mənə heç nə olmadı, bu il də qoyun, heç nə olmayacaq da. Yəni insanın həyat tərzi böyük rol oynayır. İnsan sağlam qidalanırsa, sağlam həyat sürürsə, allergik reaksiyalar olmur. Amma insan ki, məsələn, nə gəldi, necə gəldi, qidalanırsa, necə gəldi, həyat sürürsə, o keçən il ola bilsin ki, allergiya keçirtmirsə, bu il keçirtə bilər. Həmişə ehtiyatlı olmaq lazımdır. Və mütləq orada etaplarla getməlidir müalicə. Birbaşa zəliyə keçmək lazımdır. Və bu həmin xəstəlikdə anafilaksik şok olur. Yaxşı ki, mənim tələbəm özü ilk yardım göstərir, vəziyyətdən çıxardır. Yəni belə fəsadlar olmasın deyə mütləq həkimlə məsləhətləşib işimizi görməliyik. Elə bayaq da qeyd elədiniz Sütəbə xanım, bildiyim qədərlə siz elə tələbələr də yetişdirirsiniz. Ümumiyyətlə onlara bu prosedurları, bu terapiya növünü necə izah edirsiniz və həmin tələbələriniz hansı uğurları var? Mənim deməli çoxlu sayda tələbələrim var. Ümumiyyətlə mən tələbələrimi çalışıram ki, elə yetişdirim ki, sabah mənim üzüm ağ olsun. Yəni mənə əsas vacib odur ki, tələbələrim çox savadlı olsunlar. Hirudaterapiya ən azı bir balaca mütəxəssis qədər bilsinlər. Yəni demirəm ki, bir alim qədər. Yəni mütəxəssis qədər bilsinlər, hər xırdalığına qədər. Təkcə hirudaterapiya ilə yox, həmçində mən tələbəyə təzədən insan anatomiyasını təkrarlatdırıram, sterilizasiya haqqında dərs keçirəm. Ondan sonra hirudaterapiyanı tarixindən tutmuş düz müalicəsinə qədər öyrədirəm. Hal-hazırda Herba Medical mərkəzində, orada da fitomed kurslarında dərs keçirəm, müəllimlik edirəm. Əlavə olaraq öz kurslarım da var. İndividual tələbələrə onlayn dərsdə keçirəm. Sütəbə xanım, müasir dövrdə alternativ tibbi qəbul eləməyən həkimlərimiz də var. Yəni onların fikirlərinə tez-tez də qarşılaşırıq. Bəs alternativ tibbi həkimlərimiz, bəzi həkimlərimiz niyə qəbul eləmir? Maraqlı dəqiqətən. Birincisi, son illər artıq yavaş-yavaş o qəbul etməyənlər də özləri gəlirlər hirudoterapiyaya və hicamoterapiya. Yəni elə bir həkimimiz var idi, elə qonşuluğumuzda qalırdı. O hər dəfə hicama adı çəkəndə, yox, nə danışırsın, nə hicama, nə zəli. Bu günlərdə eşitdim ki, insult keçirtib həmin həkimimiz və 6 aydan sonra bilirsiniz də hicama olardı hələ xəstələrə və hicama ilə özü də ki, mən bilsəydim bu vaxta qədər bu prosedurları edərdim. Yəni bəzilər var, qəbul etmirlər, amma ki faydasını bilənlər, çünki bu tibb universitetində dərs keçirilmir. Hicamadır, hirudaterapiya. Ona görə mən də sırf medinsuda keçəndə biraz mənə qəribə gəlirdi ki, zəlini yeyə bilərkən. Amma bunu mən pasiyentlərimə təyin etdikcə, araşdırmalar etdikcə görürüm ki, nə qədər faydaları var. Niyə mən dərman təyin edim? Bu qədər bir zəlinin tərkibində nə qədər dərmanlar var, həm də zərərsiz. Hətta mənim üzümü ağ edir. Yəni özünüz bilirsiniz ki, Azərbaycana gələn dərmanlar əksəriyyəti 2-ci dərəcəli ölkəyə gəldiyi üçün keyfiyyəti də zəifdir. Amma bu zəllər mənə heç bir üzü qarı çatmır. Kimə təyin etmişim, gözəl nəticə də verir. Kimsə inanmırsa, yəni ki, onun araşdırmalar aparmır, ya savadsızlığından mı deyim, heç kəsə xətrinə dəymək istəmir. İnsan öz üzərində daim işləməlidir, araşdırmalıdır və görməlidir. Xarici ölkələrdə, Almaniya özündə olsun, yəni klinika, hirudaterapiya klinikası açılır. Ondan sonra Türkiyə özündə nə qədər üstünlük verirlər hirudaterapiya. Bizim zəlilərimiz hamısından yaxşıdır. Elə bizim bu qədər gözəl zəlilərimiz ola biz niyə zəlilə ya təbii müalicələrlə müalicə etməyək? Məsələn, təkcə zəli deyil, təkcə hicama deyil. Lavra terapiya var. Azərbaycanda ümumiyyətlə lavra terapiyanı tanıyan yoxdur, amma
nə qədər insanların canını yəni əməliyyatdan qurtarmaq olar, amputasiyalardan qorunmaq olar. Nə deməkdir ki o terapiya? Lavroterapiya həqiqi ki, milçəyin qurdları ilə müalicədir, amma ki bu o demək deyil ki, çöldə tutulan milçəkdir. Bunları həqiqi tibbi steril olan şəraitdə yetişdirirlər. Çürümüş, yəni tam nekrozlaşmış yox, çürümüş, təzə çürümə gedən vaxtında biz o lavranı müalicə etsək, əməliyyatdan qoruya bilər, amputasiyadan qoruya bilər pasientləri. Yəni, arı terapiyası var, hicama terapiyası və müxtəlif terapiyalar var təbii. O qədər gözəl müalicələr ola-ola biz ancaq dərman qəbul edirik. Əslində məsələ nədir? İnsanlara dərman daha əlçatandır. Məsələn, hansısa bir yerlərə ağrıyan kimi tez aptekə düşüb alırlar və tez nəticə də tez verdiyinə görə deyirlər ki, hə bu əladır, amma dediyiniz kimi məsələn hidroterapiyadır ya hicama terapiyasıdır ki, bunların hamısı müəyyən bir seanslardan sonra, müddətdən sonra nəticə verir və qalıcı bir nəticə verir, zərər olmadan. Bizə elə gəlir ki, dərman bizə tez effekt, o plasebo effekti. Bizə bəlkə podsoznательно o dərman gedir, yəni bizə bəzi sinirlərimizi tormozlayır və ağrı kəsici təsir göstərir. Ha, ağrı keçdi. Biz elə ki, bu müalicə olunur. Bu müalicə olunmur. Bu müddət sabah yenə də həmin ağrı əmələ gələ bilər. Amma zəllidə biz müalicə edəndə ya hicamada olsun, əsasda zəllidə mən onu fikir vermişəm ki, təzəlikcə elə Arteondan mənim bir pasiyentim gəlir. Mənim onunla arasında o boyda məsafə var ki, rayonlardan da gəlirlər pasiyentlərin. Yəni çox vaxtdan sonra deyirlər, uzaqda ev şəhərdə qoyur. Yəni insan üçün yaxşı müalicə almaq istəyən insan üçün fərqli bir məsafə. Həmin pasiyenti biz Doppler yoxladıq, boyuna gedən damarları ki, vəziyyət necədir? Özü həkimi deyir ki, ay xanım da sizdə nə qəşəng cavan adamın damarları qədər damarlarımız təmizdir də. Heç cavanlarda belə deyil. Yəni uzun təsir edir və insanlarda mən ona fikir verirəm ki, 5 il bundan qabaq gələn insanla indi gələn insan həmin adamdır. Nə qədər dəyişiklik var, nə qədər bədən gəncləşir, gümrahlaşır. Özləri də dedilər ki, hə də əvvəl mən belə idim, indi belə olmuşam. Yəni belə. Sütəbə xanım, bəs gələcəklə bağlı planlarınız nələrdir? Ümumiyyətlə Azərbaycanda hidroterapiyanın genişlənməsi və bu sahənin sırf elmi formada aparılması istiqamətində hansı planlarınız var? Xeyr xanım, bu mənə həqiqi ki, həmişə bir toxunan bir mövzu oldu. Çox vaxtında həmişə araşdırmalar aparılır. Dedim, kəşki yanımda bir laboratoriya olardı, ya bir institutla əməkdaşlıq edərdim və birlikdə gələcək Azərbaycanın tarixinə görə bu xeyirdir də belə baxanda bu araşdırmalar. Çünki bu nəyə görə başqa ölkələr üçün olmalıdır? Yəni Azərbaycan üçün olardı bu araşdırmalar. Yəni araşdırmalar aparmağı aparıram, amma ki dəstək yoxdur. Yəni dəstək olsaydı mənə, mən çox şeylər edərdim. Yəni elə şey var ki, adama əli bağlanır ki, mən bunu edə bilmirəm. Yəni laboratoriya imkanı yoxdur, yoxlama analizləri, məsələn, daima əlimin altında olmalıdır. Bir vaxt buradan ora göndərənə qədər vaxt gedir, zaman gedir. Amma əlimin altında olsa, yəni özümün şəxsi kabinetim, elmi araşdırmalar, onda çox gözəl nəticələr əldə etmək olar. Artıq demək olar ki, mən bu olmuyor edirəmsə, olsa nəylər əldə etmək olardı. Yəqin ki, aranızda ümumiyyətlə zəlim müalicəsini elətdirən ya da elətdirməyən ya da planlaşdıran şəxslər var. Həmin şəxslərə nə tövsiyə edərdiniz? Tövsiyə edərdim ki, özünüzə yaxşı baxın. Birinci növbədə insan özünü sevməlidir və müalicələr deyəndə əsas insan sağlam həyat sürürsə, yəni hicamasıdır, hidroterapiyası, sağlam qidalanması, bunlarla müalicə edirsə, yəni digər müalicələrə ehtiyac heç vaxt qalmaz. Və özünüzü, sağlamlığınızı mütəxəssislərə, həkimlərə etibar edin. Yəni pula görədirmi, ya qiymətə görədirmi, ev şəraitində bunları etməyin. Sabah fəsadlar olmasın deyə. Kim eləməyibsə, yəni onlara tövsiyə edirəm ki, heç olmasa həyatda bir dəfə zəli terapiyasından istifadə etsin və özləri bunun nəticəsini görəndə heç zəli terapiyasına ayrılmaq istəməyəcəklər. Eləyənlərə də sizə uğurlar, davamlı belə profilaktik heç xəstələnməyin və gələcəkdə bunu profilaktik məqsədlə istifadə edəsiniz. Təşəkkür edirəm Sütəbə xanım müsahibəyə görə. İzləyicilərimizə bildirmək istəyirəm ki, bugün studiyamızın qonağı həkim, fitoterapevt, hicama və hidroterapiya üzrə mütəxəssis, elmi işçi Sütəbə xanım Yarlıyev idi. Sütəbə xanımla bizim başqa bir mövzuda, yəni hicama ilə bağlı bir müsahibəmiz olmuşdu. İndi həmin müsahibənin sonunda mən linkini təqdim eləyəcəm, açıqlama hissəsində də olacaq. Sizi ümumiyyətlə hicama ilə yaxud da ki, hidroterapiya, yəni zəli ilə müalicə ilə bağlı nə maraqlandırırsa, sizə gizli qalan hansı suallar varsa, şərh bölümümüz açıqda, buyurub yaza bilərsiniz.
bilərsiniz. Əlaqə nömrəsi isə aşağıda açıqlama bölümündə və videonun üzərində qeyd etmişəm. Yenə də qaranlıq qalan məqamlarınız varsa, buyurub yaza bilərsiniz. Sağ olun Sütəbə xanım. İnşallah növbəti bir verilişimizdə başqa bir mövzuya toxunarıq. İnşallah. Çox sağ olun. Siz sağ olun. Buyurun.